Bu gözəl duadır, bu məndən yadigar qalsın. İnşallah gələcək nəsillərdə. Bir ilahi, məğfirətinin qonağıyam, bağışlamağın qonağıyam. Deyir, sənin əffindir mənim məqsədim, fəzlüvə arxayına. Və mənim əməlimdə də əffə layiq olmaq üçün bir şey yox. Mən sənə açıq deyirəm ilahi. Açıq deyirəm ki, mənim heç nəyim yoxdur yandırdığım odu söndürmək üçün. Bir halda ki, bu məhkəmədə özüm öz əleyhimə hökm çıxartdım, özüm özümə yar olmadım. Onda bəs də bu halda mənim fəzlindən başqa tutacaq nəyim var? Onda sənin rəhmətindən başqa tutacaq nəyim var? Bir halda ki, özüm də özümə düşmən kəsilmişim.